gücü özü kimi güclü sistem yoxdur. Ana istəsə balası dünyanı idarə edər. Ana kimdir? Ana evladına tək onu yeməyini, içməyini təminat verən bir sistem deyil ki. Ana insanı ruhu ilə yedizdirən bir varlıqdır. Yəni. Evladla ana arasında bax, hətta ana öləndən sonra davam edir. Bəli, mitoxondriyalarımız çünki bəli, paylaşmışıq. Bəli. Əgər ana evladın arzusuna qəlbən hə desə, bütün dünya strukturu o arzunun həyata keçirilməsinə başlayır. Amma qəlbən, yaxşı, bu yox. Yaxşı, sən də elə həmişə xəyallardasan. Bu yox. Mama, mən kosmosa uçacağam buradan. Hə. Mama, mən bunu yaradacağam. Oxumaq istəmirəm də bugünkü günə. Mənim işlərim oxumağım deyil. Bayaq o sözə qayıdacağam. Uşaqlarımızın da prioritetlərini səhv salmışıq. Mənim uşağımın şahmatla heç bir əlaqəsi yoxdur. Nədənsə mən o şahmata qoyuram. Ana gücü evladını sezməyə bacarmasıdır, yəni. Ana öz yaratdığını sezməyə bacarmalıdır. Onun kim olduğunu, hara doğru getdiyini instinktiv anlamağı bacarmalıdır. Biz hamımız belə məntiqə girməyə çalışırıq. Məntiqlə nəyisə araşdırmaq istəyirik. Biraz məntiqi söndürmək lazımdır. Biraz. Hisslər. Qadınınki hissdir. Qadının 6-cı hissi dünyada heç kimdə olmadığı qədər inkişaf etmişdi. Yalançı güc maskalar, əsl gücü yox. Yalançı güc maskalar o instinkti söndürmüşdü onda. Yalançı rəqabət hissləri ki, qadında ehtiyac olur. Qadın əsl gücünə girsə heç onun rəqabətə ehtiyac olmayacaq. Onun karyerası öz-özünə qurulacaq. Çünki qadının ana sistemi qurmaqdır. Evladda da elədir. Siz, bax, həmin o enerji ilə evladınızın hər bir başlanğıcına, düzgün başlanğıcına, yəni adekvat başlanğıcına xeyir dua verirsiniz. Xeyir dua nə deməkdir? Mən sənə enerjimlə qatqı verirəm deməkdir. Xeyir dua verərsinizsə, sizin evladınız bu dünyada eləyə bilməyəcək bir şeylər olmayacaq. Ana gücü, ananın xeyir duası, ananın duası, yəni bir səhər siz evladınız üçün sadəcə duranda artıq birinci özünüz üçün, bütün bəşəriyyət üçün, daha sonra evladınız üçün dua edin. Yatmış teta vəziyyətində, oyanmamış, artıq gözünüzü açmışsınız, votavut ki oyanırsınız. Şuuraltı sistemin iş dalğası, teta dalğası deyirik biz buna. Hamı bədahətən səhər, axşam yaxud yuxulayan dövrdə bura düşür. Allaha dua edin, təşəkkür edin, şükür edin səhər duranda. Bütün bəşəriyyətə şükür edin ki, çünki siz hər an duran etibarən vəziyyətə bütün kainatın minlərlə qanunu işə düşür ki, siz sağ-salamat işə gedib çıxasınız, siz sağ-salamat işinizi icra edəsiniz və yaxud da orada mən problem yaşayıb, problemin içində bir dərs çıxardasınız. İndiyə qədər mənlə boş durduğu yerdə heç kim problem yaşadığını görməmişəm. Həmişə problemlər özlərinin olan kəsirlərdən irəli gəlir və insan o boynuna almaq istəmir. Deyir, mən okeyəm.